Bir nəfər mənim tanışlarımdan biri gedir Moskvanı gəzə-gəzə, gəlir çıxır Lenin mavzoleyinə. Fikirləşir ki, vaxtım var, hələ yəni samolyotun qalxmağına 1 saat var, gedim mavzoleydə gəzim. Fikirləşir, girir, görür nə boyda növbə var, o boyda növbə var, neysə. Tez bu tərəfdən, yəni istəyir ki, növbəni yarsın, keçsin içəri, Lenin baba ilə görüşsün. Çasavoy onu saxlayır, ay yoldaş dayan, olmaz. Hamı kimi cərgə ilə, bax çıx şöyle. Deyir, valla Çasavoy qardaş, başıma dönüm, vaxtım yoxdur, qoy gedim onunla, görüşüm bu tərəfdən. Çıxım gedim, deyir, yox, olmaz. Çasavoyam, növbəsiz qoymaram. Deyir, Allah'a bak, tarihe bak, qoy gedim onunla görüşüm, deyir, yox, olmaz. Həmin adam götürüb bir də $50 qoy Çasavoyun cibinə. Çasavoy yumuşanır. Deyir, bura bak, səni onun yanına aparım ya kişini çölə çıxardım.